başımıza gələn bəlalar elə naşükürlüyümüzün nəticəsindədir, nankörlüğümüzün nəticəsindədir. Allah Teala Adiyyat surəsində, Qaçan Atlar surəsində buyurur: İnnel insane li rabbihi lekanud və innehu ala zalike leşehid. İnsan öz Rəbbinə qarşı nankördür və özü də bu nankörlüğa şahiddir. Yəni özü görür ki, mən haqqını əda eləmirəm. Nə olur, necə ola bilir? Oğlun, quzun bir dəfə sözüvə baxmayanda qəzəblənirsən, bəzən əsəblənirsən, hətta bizdən uzaq, övladlarımızdan uzaq. Mən bu yaşmayacaq neçəsindən eşitmişəm, əminəm ki, burada yaşlılar məndən daha çox, daha artıq eşidib. Bir həddə gəlir çatır, deyir, daha sən adda oğlum yoxdur, sən adda qızım yoxdur, buradan çıx bir də gəlmə, evə qayıt. Yəqin ki, bunlar bizə tanış sözlərdir. Amma heç biz bu qədər günah etdiyimiz təqdirdə Allah bir dəfə demədi, ha, sən adda mənim bəndəm yoxdur. Biz yenə günah etdiyimiz təqdirdə Allahın bizə bəxş etdiyi nemətlərlə qidalanırıq, onun məmləkətində, onun yaratdığı yer kürəsində yaşayırıq, onun bizə verdiyi nemətlərdən yeyib şükür əvəzinə ona günah edirik.